Seksi ancaq kişilərin xoşladığını, əsas hər zaman seksə hazır olduqları düşünülür. Qadınların məsəl üçün hiperseksual olmaları insanlara qəribə gəlir. Nymfomaniya dediyimiz bir vəziyyət var ki, burada qadınların heç bir duyğusal bağı olmadan sürekli də partnyor dəyişdirərək doyumsuz bir sekslə məşğul olma istəkləri olur. Nymfomaniyanın səbəbləri və yaxud da ki, nə olduğunu anlamaq üçün biraz belə fikirləşmək lazımdır. Bəzən seks cinsel istek üçün deyil də, sırf özünü pis eləyəndə, özünü narahat hiss eləyəndə rahatlamaq üçün, biraz daha o sıxıntıdan qurtulmaq üçün seksdən istifadə edilir. Yəni məqsədindən ayrı bir yöndə istifadə edilir. Belə hallarda hiperseksuallıq vəziyyəti yaranır. Yəni onlarda bir doyumsuz, obsesiv bir şəkildə bir seksə yönəlmə, seks davranışlarına qatılma olur. Təbii ki, bunun təhlükələri də var. Çünki təsadüfi seks halları cinsi infeksiyalar üçün də yol açır. Partnyoru tanımadan çox duyğusal bir bağ yaranması üçün biraz tanışlıq lazımdır. Bu olmadan baş verir deyənə təhlükələri də özündə gətirir. Bəzən bu seks işçiliyinə dönüşə bilir. Təhlükəli seks hərəkətlərinə göz yummağa gətirə bilir. Yəni ki, şiddət, sadistik davranışlara göz yummağa gətirə bilir və qadın üçün mənfi bir imic yarada bilir.